Burada bir soyuducu cihazların qruplaşmasını həyata keçirdirik, eyni zamanda yığımını həyata keçirdirik. Digər sexlərdən çıxan hazır xam mal, məhsullar burada toplanaraq soyuducu cihaz halına keçir. Məsələn, bu gördüyünüz məhsul bizim öz Ayskol şirkətinə məxsusdur. İstehsalı bizim şirkət tərəfindən həyata keçirilib. İndi hal-hazırda Özbəkistan, Bahreyn, Oman ölkələri ilə danışıqlarımız gedir. Biz onlara artıq soyuducu cihazlarımızı təklif eləmişik, Özbəkistana göndərmişik. Azərbaycan bazarında da mən elə bilirəm ki, bu sahədə çox yaxşı yerdəyik. Biz artıq Business Network təşkilatlarında üzv olmuşuq və sərgilərə qoşuluruq. Mən elə bilirəm ki, Azərbaycanda biz soyutma sahəsində yeganə şirkətlərdən biriyik ki, artıq sərgilərdə İndi inşallah gələn il beynəlxalq sərgilərə qoşuluruq. Bu il Azərbaycan 2 sərgimiz var, iştirak edəcəyik bu il 2 sərgidə. Həm kənd təsərrüfatı sərgisində, həm də Marsol sərgisində iştirak edəcəyik. Keçmişə baxdıqda görürsən ki, çox çətin yol keçirsən, amma hansı iş asan da olur ki, hər bir işin bir çətin hissəsi var. Zaten həyatda olan bu çətinliklər sənə gələcək uğurların üçün bir pillə olur. Gələcək uğurlar bu çətin günlərin üzərində qurulur. O da onları da bir növ fikirləşə bilərik ki, bunlar bizim uğur nərdivanımızın bir pillələridir. Biz də onları alnımızın ağı ilə, şərəfimizlə, işimizə düzgün yanaşmamızla, insanlara düzgün yanaşmamızla addımlayırıq. Gənclərə, yeni başlayan iş adamlarına da məsləhətim var. Birinci növbədə heç bir zaman dürüstlükdən vaz keçməsinlər. Həmişə dürüst olsunlar. Müştərilərinə qarşı, işçilərinə qarşı, insanlara qarşı, münasibətlərinə qarşı. İş fəaliyyətində həmişə o anlaşılmazlıqlar olur, nə bilim, zamanla bağlı, işlə bağlı ki, bunlar həmişə olur. Çünki sonucda bir iş görürük. Amma ümumi sinari xətlərini dürüstlük üzərində qursunlar, etibar üzərində qursunlar, özlərindən daha çox bilən insanlarla həmişə münasibətlərini qursunlar. Biz məsəl üçün bu cür eləmişik və bunun da nəticələrini görürük. İnsan dürüst olandan sonra, insan işinə qarşı olan hörməti olandan sonra mütləq yaxşı insanlarla ünsiyyət qurur. Çünki özün gərək yaxşı olasan ki, qarşındakı da sənə yaxşı olsun və sağlam münasibət olsun. Və ən əsası işlərini sevsinlər. İşini sevmək çox önəmlidir. Sevmədiyi iş insana heç bir zaman uğur gətirəcəyinə inanmıram. Yalnız sevdiyin işlə məşğul olmalısan. Mən bu günləri inanın, səhər saat 5-də mən həmişə iş fəaliyyətimə başlayıram. Niyə görə? Çünki Çinlə ticarət edirik və onların saatı ilə bizim saatın arasında bilirsiniz fərq var. Mən saat 4-5-in yarısı həmişə oyanıram. Mən onlarla başlayıram yazmaya. Günə bu cürlə başlayıram iş fəaliyyətimə. Ondan sonra mütləq şəkildə bir işimə gəlirəm. Yəni 9-un yarısından işə gəldiyimi heç vaxt xatırlamıram. Bu məşhur bir türk iş adamının sözüdür. Gərək işini, dükanını hamıdan tez, işçidən tez açasan, işçidən də sonra bağlayasan. Yəni bu formada sən ancaq uğur qazana bilərsən.